Salam əziz abituriyentlər, şagirdlər və müəllimlər. Bu gün sizlərlə eyni və müxtəlif yumurta əkizlərinin xüsusiyyətlərini müəyyənləşdirəcəyik. Bu hissə çox şagirdin çətinlik çəkdiyi və maraqlı olan hissədir. Deməli, burada eyni və müxtəlif yumurta əkizlərinin şəkilləri göstərilib gördüyünüz kimi. Birinci şəkildə eyni yumurta əkizləridir. İkinci şəkildə isə müxtəlif yumurta əkizləridir. Eyni yumurta əkizləri və müxtəlif yumurta əkizlərinin gəlin birinci yaranmasına baxaq. Ümumiyyətlə bu tip testlərdə sizdən soruşulanlar dölə uyğun olaraq, yəni eyni və müxtəlif yumurta əkizlərinin uyğun olaraq yaranmasında iştirak edən qametlərin sayı və yaxud da ayrı-ayrı spermatozoid və yumurta hüceyrələrinin sayı soruşulur və yaxud da ciftlərin sayı və yaxud da göbək ciyələrinin sayı sizdən soruşulur. Eyni yumurta əkizləri və yaxud da müxtəlif yumurta əkizlərinin yaranmasına baxaq gəlin. Eyni yumurta əkizlərində yadımızda saxlayırıq ki, dölün sayından asılı olmayaraq, istəyir 2 dənə olsun, istəyir 4 dənə, məsələn burada gördüyünüz kimi 2 dənə döl verilibdir. Sayından asılı olmayaraq burada 2 qamet iştirak edir. Yəni ki, bir spermatozoid və bir yumurta hüceyrə iştirak edir. Yəni 2 dənə qamet iştirak edəcək. Sayından asılı olmayaraq. Və burada mayalama prosesində bir yumurta hüceyrə və bir spermatozoid mayalanır və yaranan zigot bölünərək blastomerlər bir-birindən ayrılır və bir neçə 2 və ya daha çox embrion əmələ gəlir. Müxtəlif yumurta əkizlərində isə deyəcəksiniz ki, dölün sayına uyğun olaraq, baxın, dölün sayına uyğun olaraq qametlər iştirak edir. Ona görə də biz burada n vurulsun 2 qamet yazacağıq. Yəni burada gördüyünüz kimi şəkilə baxanda burada sizə 2 döl veribdir. Bu 2 dölün yaranmasında 2 yumurta hüceyrə və 2 spermatozoid iştirak edir. Burada belə qeyd edək. 2 yumurta hüceyrə və 2 spermatozoid. Həmin bu 2 dənə dölə uyğun olaraq. Daha sonra sizdən soruşulur cift sayı. Cift gördüyünüz kimi bu kənarda olan pərdədir. Hansı ki eyni yumurta əkizlərində sayından asılı olmayaraq, yenə deyirik, dölün sayından asılı olmayaraq bir dənə cift olur. Hansı ki bunun içərisində yerləşir həmin döllər. Amma müxtəlif yumurta əkizlərində isə dölün sayına uyğun olaraq deməli ciftimiz vardır. Məsələn, burada 2 dənə döl olduğuna görə 2 dənə ayrı-ayrı ciftləri var. Və yaxud da ki, sabah birisi gün sizə 4 müxtəlif yumurta əkizi versə, deyəcəksiniz ki, 4 cift var. Göbək ciyəsinə gəldikdə, fərqi yoxdur, istəyir eyni yumurta əkizi olsun, istəyir müxtəlif yumurta əkizi olsun. Hər ikisində, eynidə də, müxtəlifdə də göbək ciyəsi dölün sayına bərabər olur. Ona görə bura yazırıq n göbək ciyəsi, n göbək ciyəsi. Yəni fərqi yoxdur. Məsələn, yenə deyəm nümunə kimi, burada da şəkildə də görsənir. 2 eyni yumurta əkizində 2 dənə göbək ciyəsi var gördüyünüz kimi. 2 dənə müxtəlif yumurta əkizində də yenə 2 göbək ciyəsi mövcuddur. Eyni yumurta əkizi və müxtəlif yumurta əkizlərinin bənzərliyi bəs nə dərəcədir? Nə dərəcədədir? Eyni yumurta əkizində yadımızda saxlayırıq ki, genotip və fenotipləri, yəni genotip və cinsiyyətləri eyni olur. Yəni DNT-ləri 100% bir-birlərinə oxşuyurlar, çox bənzəyirlər. Yəni onları seçmək deməli çətin olur. Ya qız olur, ya oğlan olur. Yəni konkret olaraq ya hər ikisi qız olur, ya hər ikisi oğlan olur. Amma müxtəlif yumurta əkizlərində isə bənzərlik qardaş, bacı səviyyəsindədir. Hansı ki siz hal-hazırda öz qardaşınızdan, bacınızdan necə bir-birinizə oxşayırsınızsa, müxtəlif yumurta əkizlərində də oxşarlıq olur. Burada cinsiyyət isə biz həm hər ikisini qızda görə bilərik, hər ikisini oğlanda görə bilərik və müxtəlif, yəni qız oğlanda görə bilərik. Çünki burada ayrı-ayrı yumurta hüceyrələr ayrı-ayrı spermatozoid vasitəsilə mayalanmış olur müxtəlif yumurta əkizində. Yəni burada qızda, yəni hər ikisini qızda görə bilirik,
oğlan da görə bilirik və yaxud da ki, qız oğlan hər ikisini görmüş olarıq. Yəni bəzi hallarda belə bir suallar verirlər sizə ki, müxtəlif yumurta əkizləri yalnız qız, yalnız oğlan. Əgər yalnız qız, yalnız oğlandırsa bu cümlə səhv gedir. Çünki biz orada müxtəlif yumurta əkizlərində yalnız sözünü, yəni qız oğlan olaraq işlədə bilmirik. Amma eyni yumurta əkizində bəli, işlədə bilirik. İnşallah ki, eyni və bunu da qeyd etmək istəyirəm ki, həmin bu yəni əkizlik üsulu həm də insan irsiyyətinin öyrənilməsi üsuludur. Hansı ki, biz burada bu üsul vasitəsilə daha doğrusu mühit şəraitinin yəni əlamətlərə təsirini öyrənirik. Yəni mühit amillərinin təsiri öyrənirik, hansı ki, əkizlərin vasitəsilə öyrənilibdir. Hansı ki, bu əkiz üsullarla konkret olaraq sifətdə olan çillilikdir, barmaq izləridir və infeksiyon xəstəliklərə qarşı olan meylliliyin irsən keçməsini müəyyənləşdiriblər. Bunu da qeyd edim sizin üçün. Bu günlük bu qədər. İnşallah eyni və müxtəlif yumurta əkizlərinin xüsusiyyətlərini, fərqlərini daha aydın izah edə bildim sizə. Məsələlər bundan sonra sizə daha rahat gələcək. İnşallah gələn görüşlərə qədər, gələn izahlara qədər sağ olun.